Azərbaycan Hava Yolları QSC-nin sabiq prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın həyat yoldaşı, 45 yaşlı İtaliya vətəndaşı Ignazio Gioraginin rəhbərlik etdiyi ASC Handling Limited şirkəti satılıb. Yenavaz.com xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən ASC Handling Limited şirkəti məşhur Swiss Sport şirkəti tərəfindən satın alınıb. Qeyd edək ki, ASC Handling Limited şirkəti Avropanın ən böyük hava limanları hesab olunan Londonun Heathrow beynəlxalq hava limanı və Gatwick hava limanlarında yükdaşıma xidmətləri göstərir. ASC Handling Limited-dən başqa Ignazio Gioraginin rəhbərlik etdiyi daha 6 şirkət Heathrow beynəlxalq hava limanı ərazisində fəaliyyət göstərir. Həmin şirkətlərdən bəziləri fəaliyyətini dayandırsa da, fəaliyyətini davam etdirən şirkətlər də var. Belə ki, Ignazio Gioragi 20 may 2006-cı ildən Silkway Ltd, 15 may 2008-ci ildən Aviation Servicing Company Ltd, 22 yanvar 2013-cü ildən ASC Handling Limited, 12 avqust 2015-ci ildən Cargo Invest Limited, 12 fevral 2016-cı ildən Airport Servicing Company Limited şirkətlərinə rəhbərlik edir. Bunlardan başqa Ignazio Gioragi 12 fevral 2016, 9 may 2017-ci il tarixlərində AS 582 Limited, 5 aprel 2008, 17 dekabr 2008-ci il tarixlərində Gazelle International Limited və 14 fevral 2014, 23 fevral 2016-cı il tarixlərində iClever Web Ltd şirkətlərinə rəhbərlik edib. ASC Handling Limited şirkəti İtaliyada və bir sıra beynəlxalq bazarlarda yük və sərnişin daşıma xidmətləri göstərən ASC qrupun törəmə şirkətidir. ASC Handling Limitedin Swiss Sporta satılmasına münasibət bildirən Ignazio Gioragi bildirib ki, bu əməliyyat ASC qrup üçün inkişaf və səmərəlilik baxımından bir fürsətdir. Onu da bildirək ki, bir neçə ay əvvəl Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyatda olan Gazelle International Limited şirkəti də ləğv olunub. Gazelle International Limited şirkəti 16 yanvar 2019-cu ildə Soroco Limited adı ilə qeydiyyata alınıb. 2024-cü ilin avqust ayından etibarən şirkətin adı Gazelle International Limited adlanıb. Şirkətin sonuncu mali hesabatında göstərilib ki, Gazelle International Limitedin xalis zərəri son bir ildə 4 dəfə yaxın artaraq 25 min funt sterlinqə yüksəlib.